Mən xanımlara, ana-bacılarıma bir dənə söz demək istəyirəm. Yəqin ki, məni eşidirsiniz və diqqətlə qulaq asın. Diqqətlə qulaq asın. İnancılı bacılarıma deyirəm, analarıma deyirəm. Sizin bugün ümdə vəzifələrinizdən biri məclislərdə əyləşdiniz, hicabın mahiyyətini aşılamaqdır. Gedin, hicab niyə riayət olunmalıdır, onu çatdırın. Şükür Allaha çatdıranlardansınız. Deyirsiniz, çatdırır axı. Amma yenə də vəzifə borcundur. Çatdırın ki, hicabın mahiyyəti nədir? Xanım başa düşsün ki, hicaba riayət edən xanım başa düşməlidir ki, bu hicabı niyə riayət edir? Da hicabın mahiyyəti ona aydın olandan sonra, ondan sonra bəzi ifrat hicablar ki var, onlar aradan çıxıb gedəcək. İfratı hicablar ki var, olunmamalı hicablar ki var, onlar asla çıxıb gedəcək. Başa düşəcək də xanım. Xanım başa düşəcək, bağışlayın məni xanımlar, üzr istəyirəm sizdən. Başa düşəcək ki, dair bu hicabla, bu damdar paltarı giymək yaraşmaz mənə. Tənqid eləmirəm, amma yenə deyirəm. Yəni, ana-bacılarıma da deyirəm, onu tənqid eləməsinlər. Orada məsələn, indi ola bilər belə biriniz xanımlar da gəlsin, bugün eşidirlər, başa düşürlər da eləməsinlər. Da başa düşəcək ki, bu qədər bəzənib düzənmək olmaz. Hicabın mahiyyətini başa düşsə, başa düşəcək bunu. Filan olmaz, o olmaz, bu olmaz. Aslında bunları dərk edəcək. Hicabın bugün xanımlar sizin öhdəvizə vəzifədir ki, gedin, mahiyyətini aşılayın. Vaxtı gəlib çatır. Təkcə xanıma tövsiyə edəndə xanımlara hicaba riayət elə, bu sözlə kifayətlənmiyor. Başa sal, hicaba niyə riayət eləməlidir? Kişi məsələn evdən çıxanda həyat yoldaşına deyir ki, haram musiqilərə qulaq asma. Niyə? İzah eləmir. Çıxdı, getdi. Kişi çıxan kimi o da qulaq asır. Evə də gələndə təzədən söndürür, dəyişir kanalı ki, başqa şey olsun. İstədiyinə çatmadın sən. Məqsədivə çatmadın sən. Haram musiqinin onun həyatına nə qədər təsiri var, onu izah eləməlisən. Niyə qulaq asmaq olmaz? Nədir məsələsi? Nədir fəlsəfəsi? İndi biz bunları çatdıqca, inşallah ki, bunları danışacaq mövzunu, amma çox uzatmaq istəmirəm. Bunları başa düşmək lazımdır. İnsan gəlib bu həddə gəlib çatmalıdır.